Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Qlobalaza verilən məlumata görə, lakin səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17 dərəcədən 20 dərəcəyə qədər isti, gündüz 23 dərəcədən 28 dərəcəyə qədər isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağ ətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16 dərəcədən 20 dərəcəyə qədər isti, gündüz 27 dərəcədən 32 dərəcəyə qədər isti, dağlarda gecə 8 dərəcədən 13 dərəcəyə qədər isti, gündüz 16 dərəcədən 21 dərəcəyə qədər, bəzi yerlərdə 25 dərəcədən 28 dərəcəyə qədər isti olacaq.